Salam hər kəsə, yeni videomuza xoş gəlmisiniz. Sizinlə mən Kənan və siz Cars by Kera kanalındasınız. Və bugündən sizə şəhərimizdə bu stildə ən aşağı pasatka ilə olan Yedinka F30'u təqdim edirəm. Buyurun. Saxla. Bəzən geolokasiya dəyişikliyi elədik. Hava şəraitinə görə isti oldu deyə aparaturamız zədə aldı. İndi təzədən yenidən Mətin, maşın haqqında məlumat ver. Content biraz başqadır. Həmişə mən məlumat verirəm, bu da sahibi məlumat verir. Mıqı Mətin. BMW-nin adaptiv faralarıdır, əvvəla hər kəsə salam. Bayaqdan əzbərləyib sözləri. BMW-nin adaptiv faralarıdır, orijinal zavod istehsalı. Ön radiator barmaqlıqlardır, zavod xromdur, içi sonradan kraskalanmış xromlarla deyil. M-Sport kuferlərdir, bizim dildə isə M-Tech. M-Tech. Yəni biraz standartdan kənardır da, avtomobil bazar stili deyil. Bazar stili dediyimdə nəysə deməyim sonra. Sonra sənə yazmayacaqlar, mənə yazacaqlar. İndi kapotun altındakı mühərrikə baxmaq istəyirik. N28 idi. N26 mühərrikimizi sizə göstərmək istəyirdim. Bilmirəm də, mən B58-i bilirəm, dözümlüdür. Bu necədir? Söndürərdin də, burada qırıl oldum. O yanılğaz. Yaxşı. Bayaqdan olsa çöldə də qırıl olmuşuq. Zapis gedir. Yaxşıdır ya. İrəliləyiş var nəsə. Motorumuzun altında maraqlı o bəzi söhbətlərdən yoxdur. Normal 26-lardan deyil, zavod istehsalı 296 gücü. Gözü buradır. 296 gücü gəlib zavod istehsalı, normal N26-lardan deyil. Yəni onu nəzərə çatdırın. Amma bir dənə söhbət eləyim sənə. Yəni mən buradan ayağımı atsam, promo yerə düşürəm ha. Oradayam. Təkərin yanındayım. Oradayam. Mənim trend səsim var, söhbət eləyirik ya. Bu o maşın üçün biraz da şeydir. Bundan da maşınımız indi. Motoru 2 twin power turbo motorumuz var. Yəni belə maraqlı yox. N26 dözümlü motordur da dedim. Yəni dözümlü 10.000 teması 3-cü səfər pavtor edirəm bunu. 10.000 temasını deyirəm. Bu çox maraqlı temadır əslində. Yəni mən bunu birinci səfər səndən eşidirəm BMW sürənlərdən. O birislərdən də eşitməmişəm. Yəni BMW sürənlər özləri biləcəklər. Yağı dəyişib 5000-də dəyişəndə nə qədər yağ azaltdıqlarını özləri bilirlər. Yəni bu uluboy BMW-yə aid. Sən nə vaxt dəyişirsən, neçə mində? Mən yağı dəyişirəm 10.000 kilometr sürürəm. Heç 100 qram belə azaltma olmadan təzədən dəyişirəm. 10.000 kilometrin də 9888-i Ağşəhərin içində fırlanmaqla keçirindən deyim bilin. Bayaqdan 3-cü səfər təkrar edirəm. Çox ağır da kapot. Yəni bunların adı nədir bu? Amortisatordur da, yəni şey. Yox, coiloverdir bunlar da. Coiloverlər. Mən sən kapotu saxlayan deyirsən. o amortisasiyası yaxşı işləyir ha, yağ kimi işləyir, amma prosta kapotun özü ağırdır. Orijinaldır da qaqa. Bağladıq, keçirik biraz bu hissəmizə. Bu hissəmiz qanuni şəkildədir, yəni bu rəngdə, yəni hər şey maşında qanunsuz olan bir dənə detal yoxdur. Hər şey qanuni. Style'ımız da qanunidir. Turkish Airlines temalarımız adımız var. Hələ bilmirlər mən nə deyirəm, qırağa keçməmişik. Qabağında bir şey yaxşı ki, maşın polnu belə görsəm də. Şey da bundan artıq getmir. Mənim barmağım elə balacadır. Səndə 2 barmaqdan başqa o tərəfə keçmir. Düşmür. Birdən fikirləşərsiniz bu maşınla dənizə zada gedərik. Yox ha, məsələn dənizdən 10 kilometr qıraqda saxlayırıq, oradan ora taksi ilə. Oturdun, Allah batdı içəri. Oturdun rahat. Ona görə belə zordur, bu zordur. Yəni arxası aşağı deyil, qabağı aşağıda, arxası yuxarıdır. Adı da nədir onun? Turk Style. İndi keçək yan hissəmizə. Yan hissəmizdən davam edək. Burada maraqlı disk təkərlərimiz var. Diskləri restavrasiya eləməlisən, indidən deyim. Disklər də ki yəni o qədər aşağı ki, disk də yəni dözməz də. Yəni buna kim dözər ki? Maşın zulm çəkir burada. Prosta indi efirdədir də qaqa. Yan hissəmizdən başlayan kimi bizi karbon güzgü qapaqlarımız qarşılayır. Bəziləri elə bilir akvaprintdə, amma akvaprint deyil. Yəni tak-tak eləyəndə başa düşürsən. Açarımız da ki, yəni standart BMW, yəni lazım olan açar da, yəni BMW-nin açarı da nə gözləyəsən, yəni həmənki standart, yəni dəyişilməyən BMW açardır. Amma sənə deyim ki, zavod açar qalmağı daha yaxşıdır. Bəziləri indi gəlib təzə açar zad yazdırır, o yox. Nədir? Odur. Nədir odur? Stolun üstünə atanda deyirsən ki, zavoddur. Başqa yan hissəsindən də belə dayanırsan maşın. Qol vattunca maşındasan da, o birisi F30'larda belə üstü uzat qoyursan ayağının altına. Bunda elədir ki, yəni
Qapını açanda uca başa düşürsən də, qapı ilə yerin məsafəsi, yəni videoda düşür də, yəni çox da yəni fərqi yoxdur. Maşına da oturmursan ha. Maşına girdin, yoxa çıxırsan, itirsən. Doğrudan da burada gələn adam uzanıb gəlib ha, zarafatsız. 20 manat sağ olsun, nə deyək? Heç nə. 20 manata oradan salamlar. Bunu təsəvvür videoda gördülər də. Maşınımız 95, 95-dən o yana icazə yoxdur. İstəyirsinizsə maşınınız dözümlü olsun, 95. 98 tökəndə nə olur? 98 tökəndə səpir. Səpmir, daha da uçur. 98 tökəndə ucu 98 biraz səhvdirir adamı, amma nəysə. İndi istərdim o arxadan əsas F30-ların Turkish style-dan söhbət gedir. O birisi F30-ları demirəm, bazar stilini. Onu da mətndən öyrənmişəm. Yəni sonra deməyim, mən məzələnirəm zamanla. Amma hər bir adam hansı ki maşın yığır, mən onu hörmət edirəm, çünki onun üstündə onun əziyyəti var. Amma biri var maşın yığmaq, bir də var leş yığmaq. Leş yığmaq biraz leş bilirsiniz nə deyirəm? Yəni maşın zövq məsələsi. Eləsi var. Məsəl üçün F10-a gətirib F90-ın nə idi onun adı? Stopların qoyma. O Ninada da bırat. Ninada da söhbət ziləyim da müslam izləyiz. Disklərindən biraz məlumat verməli. Disklərin adı nə gedir diskin? Disklər C30-un diskləridir, orijinal. Elə bayaqdan cəmaata eləmə öz C30-un nəysə. Yoxdur, indi F30-da 19 ölçülü disk yoxdur axı. Amma sənin disklərin deyim o qədər aşağı salmısan ki, buferdən söhbət edir ha burada. Təkər ölçülərinin də burada söhbəti var. 215-dir təkər ölçüsü. İndi BMW sürənlər biləcəklər. Qabaq 215, arxa 235. BMW sürənlərin 90% qabağa 245 vurur, arxaya 275. Neçə ildir yığırsan bu proyekti? İl deyil, amma 4-cü F30-umdur. Yəni təcrübə danışır da. 4 F30-dan sonra başa düşdük ki, bundan o yanası yoxdur da. Yəni biraz da salım. Yəni bundan o tərəfə getmir ha. Olsa Allah haqqı mətin salar. Mən gördüm də, yəni. Çəkilişdə birinci səfər gördüm. Yəni bundan o tərəfi yoxdur deyə sakit durmuşuq. Yəni sakitcə. Əslində belə deyim də, əslində istəsən biraz da sala bilərəm bunu. Nə qədər? Bura qədər. Burdan orası lazım deyil. Hətta yəni onsuz da bu qədər yoxdur, bu qədər aşağı olanı. Bundan o tərəfə Guinness-lərin rekord kitabı zad teması. Olsa ondan sonra yenə biz salacağıq. Biz salacağıq. Siz salın, biz də sarıq. Dirəşəcəyik biz. Axıra kimi bu F30 yerdə sürünməmiş, yəni əl çəkən deyil. İndi isə istəyərdim arxa tərəfə gedək. Arxa stopları maşın oturub əyləşib danışacağam belə uzanıb. Onsuz çox fazla da icazə verirlər. Arxa stopları yəni çox ideal, qəşəng görünüş yaradır. Futuristik, premium görünüşü var. Yəni bu F30-a yaraşır. Sənə deyim ki, axşam gəldin Ağşəhərdə işdən sonra 2 dəfə belə fırlandın. Deyirəm də 9869 kilometr burada geyib. Yəni yağı dəyişəndən sonra çoxu burada rasxod edir. Sənə belə deyim, yaxınlaş bura sən Mədinəyə, 100-ə nə qədər içir? İndi əslində o adamın sürməyindən də asılıdır, amma Zavodda nə yazıb? 12-13 litr, 95. 95. 95-də vurğular ki, yəni almaq istəyənlər. Amma sən deyim ki, indi belə biz çəkir eləyirik, amma indi millətimiz yəni daha sərfiyyatlı maşınlara keçirlər. Amma bu maşınlarda yəni yığıb saxlamaq lazımdır qarajda. Mətin qarajda saxlaya bilmir də. Amma qarajda saxlamalısan ki, ayda ildə bir dəfə çıxasan bir fırlanasan. Uzaq yol getmək olmaz da, yəni bu stildə getmək olmaz. Amma normal F30, yəni Mətinin o birisi F30'larından uzaq yol gedə bilərdin. Bu 2 kruk Ağşəhərdə dayandı, deyəsən qazan da düşüb yerə. Birazdan ona əyilib baxacam görüm nə olur. Keçək arxa hissəsinə. Arxa hissəmizdə elə özümüzü göstərmək üçün promoy açdım, baqajı görsəm ki, 2 dənə Kailover yatır burada. Kailover da qaqaş. Amma belə deyim, maşın olsa aşağı idi. Mən də oturdum, lap aşağı düşdü. Axşam gəldin Ağşəhərdə açırsan belə qəşəng 6-cı park bayaqki yerdə dayanırsan belə söhbət edirsən. Stop teması var idi. Bax mən bunu deyirdim. Belə onsuz saxlayanda stoplar düşür də yəqin ki. Qəşəng, ideal görünüş. Maşında yüngül kosmetik işlər var. O da ki, inşallah yaxın burada dinə, düşmür ora. Nədir? Yəni deyirəm hər gözəlin bir qüsuru olur da, qüsuru olur. Hər gözəlin bir qüsuru olduğu kimi bu da mıkı qüsurudur, mıkın qüsurudur. Amma sən deyim ki, yəni bəzi F30'larda kimi çox qüsuru yoxdur da. Yüngül kosmetik, məsəl üçün loqonun biraz o tərəfi yeyilib, məsəl üçün bax elə bir şey. Gözümüncük o da olmalıdır. Olmalıdır. Çünki bayaqlam o qədər danışdılar ki, aparaturamız xarab olmuşdu.
yan hissəsindən yox. Elə bayaqdan o egzoz teması başlatdım ha. İncil egzosuna qulaq asaq. Belə demirəm ha, purt belə maraqlı egzoz, amma var. Yoxa lənə, zavoddur da, yəni olmamaqdan ki yaxşıdır. Amma zavod nə varsa, hələ xoddama, nə varsa zavodda var ha. O artıq qoydun purt, onun yeri yoxdur. Şaqqala gəlsin. Xodlayan kim? Yaxşıdır. Yəni zavoddur deyə, zavod yəni söhbət edirik də. Zavod söhbət edirik. Mətinə bax o qədər maşın aşağıdaşı ki, çıxıb ki, qardaşım söndürüm. Yaxşıdır. Sənə deyim ki, bayaqların Mətinə özüm sual verdim. Mətin deyir ki, mən bəyənmirəm. O kölgə teması mənə biraz xoşuma gəlir əslində Mətin. Niyə? Məsələn M4-də yaxınlarda çəkəndə M4 F32-ni orada yaraşır, amma buna yəni bu zavod, burada artıq detal sadə, söhbət, başqa söhbət yoxdur. Yəni zavod hər şeydə ideal vəziyyətdir. 2017-ci ildir. Yəni bu gün sabah 10 il tamam olur, amma şəhərdə hələ ki var. Yox, niyə? Turkish style-lar var, amma yəni hərəsində bir şey yoxdur. Bunda isə qatdalamağa heç nə yoxdur. Bunda hər şey var. Komplektasiya, yəni fullun fullu. Maşında olmayan bir şey yoxdur. İndi eksteriyerində göstərdiyimiz, yəni belə maraqlı söhbətləri elədik. İndi keçək interyerindən maraqlı söhbətə orada davam edək. Sərnişin hissəsinə keçəndə sırası bizi qarşılayan elektron panelimizi görürük. Bu da mənim xoşuma gəlir. Bəzi maşınlar var, məsələn elə bizim öz maşınımız 2024-cü ildir, amma nə? Sərnişin hissəsində elektron panel yoxdur. Burada da sloqanımız necə olur? Alman da qaqaş. Oturan kimi dəri bizi qarşılayır, keyfiyyətli material. Hələ mən bunu qabağa eləmişəm, yəni hələ qabağa tam eləyənməmişəm özümə görə. Bayaqçı kimi danışsaydımsa elə bir kravatda uzanmışdım. Aşağı salmaq, yuxarı qaldırmaq, yəni hər özəlliyi var. Sürücü hissəmizdə də memory paketdir, oyundan deyim. Maşında bir dənə çatışmayan mənim xoşuma gələcək bir şey, o da ki əlavə də, yəni zavoddan yoxdur. Ulduz tavan olsa maraqlı olar, amma zavod saxlayırıq. Mətinin deməyi ilə. Mətin deməyi ilə yox, elə bu zavodda, yəni maşında şey yoxdur. Ambiyans işıqlar deyəsən sonradan olub. Çünki zavodda deyəndə, yəni amma zavod stilində olunub ha. Yəni deyim ki, zavodda 2 rəng gəlir. Məsələn, prosto bəzi maşınlar var ki, elə BMW-lərdə də bəzilərində var ki, yoxdur da ambiyans. Sonradan gəlib ambiyans qoyurlar. Görürsən ki, zazor çox çıxıb. Yəni onu eləməyin. Varsa zavod min bərəkət. Yoxdursa halal nemət. Yəni başqa söhbət olmasın da. Maşında burada bir dənə kiçik saxlanma yerimiz var. Saxlanma, hardakı sənədlərinizi saxlayırsınız. O da ki, yəni airbag'in altında maşın 360 dərəcə mebel işləməklə işlədiblər, işləyiblər daha doğrusu. Mebel prosto burada işıqsızlıq şəraitidir. İşığımız da yanır, amma yəni göstərmirəm. Maşında krılonun altı qırılan stenka. Onu dedim də bayaqlarım. Qırılır da, qırılır, açılır. Nəsə söhbət edəcək bu stenkada məndən. Və düşmək nəyə yaşdır Türkişdə? Yerdəsən, maşındasan. Yerdəsən, maşında. Yəni əziyyət çəkmirsən. Yerlə maşının arasında məsafə 20 sm olar. Yaxınçılıq çox, bəlkə yaxınçılıq var ha. Burada bizim hava çıxışlarımız var. 4 fəsil üçün klimat kontrolumuz var. Yayda, qışda, payızda. Hansı özünüz üçün regulovka edə bilirsiniz də o havanı necə istəyirsiniz. Maraqlı, balaca, cıqqılı multimediamız var. Bu cıqqılı da deyəndə ki, bu BMW-yə xas olan bir şeydir. Yəni BMW ömür boyu ən böyük monitoru, yox, ən böyük monitorları var. Yəni F30-da ondan böyüyü yoxdur. Ən böyüyü budursa, gör ən balacası nə boydadır. Yəni o söhbət də var burada. Maşınımızda bastın, qapılar kilitləndi, bastın, açıldı. Burada avareninin, bütün maşınlarda olduğu kimi knopkasını yerləşdiriblər. Klimat kontrolu buradan idarə edə bilirsən. Buradan multimediyanın səs sistemini, radio və yaxud maşında Apple CarPlay var, Android CarPlay var, maşında hər şey var. Qabaqda radar var. Məsələn, qabağından piyada keçirsə, maşın öz-özünə tormuz verir ki, qabaqda adam var. Vəbşə avtotormuzda, avtohold deyirlər ona, avtohold da maşında var. Nəsə oldu? Öz-özünə tormuz verir.
Amma paroqlar çox qəşəngdir. Burada BMW, burada yazmaq lazımdır MK. Onu da yaddan çıxartmayaq. Burada maraqlı söhbət eləyirik. Çıtlıya qəşəngdir. Maşında burada balaca yüngül var. Bir dənə də saxlanmaz yeri var. Bunu da burada yox eləyirəm bura. Saxlanma yeri var. Hansı ki 12 voltluq siqaret zajqalka yerinə keçirilən başlığımız var. 12 voltluq. 2 dənə də çıxışdan özünüz alıb taxırsınız. 2017-ci ildə əslində Type-C çox da modda olmayıb deyə. Məsəl üçün BMW indi adı mən X5 2025-ci ilin içində oturmuşam. Arkada sideniyanın sərnişin hissəsinə baxanda orada gizli bir dənə qaldırırsan Type-C port yerləşdiriblər. Telefonun özü çox tez yığır. Sən deyim 12 volt deyil o. Yəni voltun bilmədim amma çox güclü yığır. İşığı niyə söndü? Akkumulyator öldü ha deyən. Öz aramızda akkumulyator öldü ha deyən videoda. İşığımız söndü ona görə. Gözləyin görək nə temadır burada. Canımız qutardı, yoxsa itələmək var idi maşını çölə. Atan kimi muzikanın, məsələn, multimediada mahnı qoşdunuz. Mahnıya uyğun, qəşəng səs sistemi də. Benzin tərəfə baxmaq istəmirəm. Kilometraj yönündə giz oluram. Buradan heç bir şeyə, bu parkingin çıxışına çatamayacaq bu benzindən nəysə. Burada 6 pilləli də, Yox, 8. 8 pilləli darca sürətlər qutumuz var. Hansı ki, bir dənə BMW-də bu sürətlər qutusunu hələ ki öyrənməmişəm. Yəni necə D-yə atırsan, necə P-yə atırsan, necə N, onu hələ tam tutmamışam. Bu 12 voltluq şarj yerini də çıxardandan sonra bir dənə gizli. Burada belə deyim, pərdə kimi saxlanma yeri gedir. Mətin də videomuzun yeni üzvüdür, indidən deyim bilin. Burada BMW-də çox adamın bilmədiyi, daha doğrusu F30-da bir şey deyəcəm. Məsələn bu 12 voltluq bu 12 volta. Aha, bunun burada taxılan yerini görürsən də. Aha. Burada içəridə də var. Burada Yox, burada aşağıda. söhbət. Gözlə. Burada da var. Onu bilmirdim. Amma mən 640 ay çəkəndə bilsən nəyə öyrəndim? Gran Turismo-nu. Açırsan, burada tübik var. Doldurursan hansısa bir duxu ilə maşın salonuna iyi verir. O da ki çox BMW maraqlı şeylər çıxardır ha. Mercedes də pis deyil, amma BMW olan yerdə qaqaş söhbət eləyək də. Burada bu nəyə göstərirəm? Bunu iyi verən də, yəni duxud da. Bunu da ki alırsan da maşın bazarından bir gün iyi verir, qalan günləri başqa yer iyi vermir. Prosta orada asılı qalır. Maşında zavod olduğu üçün burada da maraqlı stiker zad asmamışıq biz. Maşın bizə nəyə çatmır? Zavod. Maşının Amerikadan gələndə Texasın embleminə qədər üstündə. Keyfi də qaqa. Burada bir dənə söhbət bilsən nə zor olardı. 2019-da o Svortan şeyləri olar. O da olsa, onda deyərdim ki, old style. Old style sərnişin hissəsi çox rahat. Heç yəni yan sərnişin, arxa sərnişin heç göstərməsən də olar. Arxa sərnişində oturmaq olmur. Sağ olsun. 20 manatla nə idi o Mətin? O qədər arxaya verib ki, niyə gülürsən ki? Bax belə gəlmiş ya, vəziyyət budur. Arxada bu vəziyyətdə gəlmişəm bax. Belə. Yəni bundan o tərəvəsi yoxdur. Hələ gedir ha. Bax videodan da itirəm özü. Ya bu stildə gəlmişik də yəni. Görünmürəm. Niyə? Sən sağ ol. Çünki belə idi vəziyyət. Mətin də ondan geri qalmır. Mətin vəbşi Mətin maşınına keçəsə otura bilmirəm. Hə, otura bilmir hələ. Keçən səfər Mətin maşınına oturanda qabaqdan mindim, bagajdan çıxdım. Qardaş, bunu biraz qabağa verin də. Mən boy uzunları, boy balacaları da fikirləşin. Özünün də boy uzun deyil, deyim cəhənnəm. Sərnişin hissəmizdə bir dənə də göstərmək istədiyim bizim lükumuzdur. Bastım. Bir dənə bir şey göstərdim F30-larla bağlı. Aha. Məsələn, bu qədər açılır düzdür. Aha. Bu limitdir. Aha. Limitdən o tərəfi də açmaq lazım. Söhbət eləyir ha. Uşaq gördü, yəni F30 olub deyə F30 ilə yatır durur. Səhər duranda F30 ilə durur. Elə olur ki, F30-un yanında yatır ki, nəsə olar maşına. Bu maraqlı söhbət idi. Özü tavan lükun olmağı daha yaxşıdır. Yay vaxtı dənizə gedəndə açdım. Bununla dənizə getmək olmur, indidən deyim. Buranı bağlayaq, günlüyümüzü lazım deyil. Burada bir dənə günlüyü var. Açdın, işığımız yanır, bağladın, işıq sönür. Yəni bütün maşınlarda olduğu kimi.
Lükuvu da bağlayırsan, lük də özdə əyri-gər, sədiyim. Maşının arxası yuxarıdadır, deyir, lük də əyri-gər. Sərnişin hissəsindən qurtardıq. İndi keçirik sürücü hissəsinə. Sürücü hissəsində də bəzi materiallarımız var. Arxa hissəmizə keçdik. Mətnin bax, pozisiyası budur. Sürüş pozisiyası budur. İndən deyim. Ayaq məsafəsi mətnin buna baxanda 20 manat yadıma düşür. Belə bu pozisiyada ayaq məsafəmiz var. Tavan məsafəmizdə var. Yəni boy balacalar üçün yetərincə var. Burada bir dənə bizə qoltuq altı gizlədiblər. Hansı ki, padlakotnik. Əlvi qoydun. Düşür. Düşmür. Avtomobildə də qoltuq altı nəyə düşsün ki? Açdın. Mini. Bunu da yaxşı ediblər, gizdin. Özü gecikmədən işləyir, deyim. 2 dənə kofe, stakançıq yerimiz var. Kofelər bizə aldınız, qoydunuz ora. Biraz gecikdir, amma heç nə olmaz. Arxada da deflektorlarımız, hava çıxışlarımız, özü üstün reqlovka eləyə bilirsiniz. Çox sərin olsun, az sərin olsun, o hansı da hamı bilir. 12 voltluq yenə port yerləşdiriblər bura, yəni indidən deyim. Şarj portu. 2 dənə də saxlanmaz yerimiz arxa hissəmizdə var. Və bayaqlarım dediyim mebel işləmə burada ucu görsənir, yəni qəşəng, ideal. Salonda da deyim ki, 2017 il, demək olar 10 il keçib üstündən, salon tərtəmiz vəziyyətdə də. Deyim salonda sizeniyanın burası cırılıb, ya orası cırılıb, elə bir şey netu. Ona görə də təqdim eləyirdi Cars by Kera. Keçirik çörə, oradan da sağollaşırıq, yenə düşmə problemi. Ya Allah. Beləliklə də sizinlə mən idim Kənan. Siz Cars by Kera kanalındasınız və bu günləri sizə Mətinin MK F30-unu çəkdik, Turkish Style. Bayaqdan da deyir amma Turkish Airlines. Yazıb da qaqa. Söhbət eləyirik ya, və bu oradadır. Deməli, videonu bəyənməyi, kanala abunə olmağı, şərh yazmağı unutmayın. Sağ olun, salamat qalın. F30